Xoş gördük. Bugün dastan günümüzdür. Özdə elə bir dastançı çağırmışıq ki, bu yaşda, bu ovqatda, bu əhvalda dastan danışmaq heç vaxt olmayıbdır. Yəni bizim bu verilişimiz efirə getməyə başlayıb bir 15 ildir. Bu müddətdə 85 yaşında dastan danışan aşığı olmayıb. Böyük bir ustadı dəvət eləmişik. Azərbaycan aşıqlığının ən azman, ən dəyərli ustadlarından birini, əməkdar mədəniyyət işçisi, ustadlar ustadı Fəthullah Göyçəli sazı sinəsində gəlib 85 yaşında dastan danışmağa, daha doğrusu dastan meydanına gəlibdir. Onunla üzbəüz aşığımız da ustad bir aşıqdır, Salih Tağıyev, o da çox dəyərli bir aşığımızdır. Həqiqətən ikisinin də çox yaxın sənət münasibəti var, sənət dostluğu münasibətləri var. O mənada Gəncədən bir nəfəsə gəliblər və o ab-havanı da bizim məclisimizə çatdıracaq. Ələkbər qardaşımız da həmişə elə ustad yolu gözləyir. Ustadlarla çıxış eləmək onun da ruhundadır, ona da təkan verir. Bu mənada düşünürəm ki, dastanımız hamıya xoş gələcək. Dastan Yetim Hüseyin dastanıdır. Bu dastan şübhəsiz ki, orta çağlara bağlı bir dastandır. Və dastanın içərisində olan hadisələr bir xeyli dərəcədə variativ şəkildə ayrı dastanlarda, Heydər bəy dastanından tutmuş ən müxtəlif dastanlar var ki, o dastanlarla yaxından səsləşən məqamlar görəcəksən. Hətta Şah İsmail dastanıyla da səsləşən məqamlar olacaq. Elə məqamlar olacaq Dədə Qorqud dastanlarından, oradakı müəyyən əhvalatlarla səsləşəcək. O mənada dastanın arxaik qatları çox əski çağlara gedir. Buradakı bir çox motivlər mifoloji məqamlara gedib çıxır. Onu da elə-belə ustad danışmır. Sinəsində dastan ləl-cəvahiratı daşıyan Fəthullah Göyçəli danışır. Niyə mən Fəthullah Göyçəlinin üzərində dayanıram? Fəthullah Göyçəli böyük bir sənət şəcərəsinin içərisindən gəlir. O, Aşıqalının sənət şəcərəsinə daxildir. Yəni, Aşıqalının şagirdi Mehdi və Qulu onlardan keçib gələn yolda Fəthullah Göyçəli də ərsəyə gəlib və bu sənət şəcərəsi özünün böyük bir enerji, dastan enerjisi gətirib. Fəthullah kişi 30-a yaxın dastanı sinəsində gəzdirir bu yaşında belə. Və bu dastanlar o qədər fərqli, variativ, belə deyək ki, yeniliklərlə, özünə məxsusluqlarla ortaya gəlir. Və düşünürəm ki, Fəthullah kişinin içərisində olan o dastan enerjisini qorumaq lazımdır. Mən əslində bu yaşın bu çağında istəmirdim o gəlsin, çıxsın. Amma özü israr elədi. Dedim, sinəmdə elə bir dastan var ki, istəmirəm o qalsın. İstəyirəm dastanı danışan xalqımız eşitsin, bilsin. O mənada mən imkan yaratdım. O Salih qardaşımızla birlikdə hazırlıq işini gördülər və bugün meydana gəliblər. Və dastan meydanı buradan başlayırıq. Arzu eləyirəm ki, elə Göyçədə də gedib bu dastan meydanına çıxaq. Fəthullah kişi 85 yaşında dastan meydanına çıxıb və yenə də deyirəm, uzun zamandır bu yaşda dastan meydanına çıxan aşıq olmayıbdır. Deyirlər ki, Qaraçoğlu İbrahim 50-ci illərdə 100 yaşına yaxın dastan danışıbdır və çox özünə məxsus şəkildə danışıb. Fəthullah kişinin də 100 yaşına olmağına az bir vaxt qalıb. İnşallah 100-ündə də gələr bir maraqlı dastan danışar. Mən bir daha salamlayıram ustadlarımızı və meydanı istəyirəm dastanımıza buraxaq. Yetim Hüseyin dastanı. Könül qulluq elə kamil ustada, ustad görünməyənin şixam qaldı. Neçə dahanəndələr köçdü dünyada, yerində çox ağlı kəm insan qaldı. Ərə abad üstündə durdum deyənlər, astım, kəstim, vurdum deyənlər, dünya amlakını qurdum deyənlər, onlar da köçdü, qurudam qaldı. Beybafya dedim durmandan üzül, müxənnəsə baxma, gözlərim süzül. Nuh da ömür eylədi 1900 ilə, elə bildi bir gün bir axşam qaldı. Qul Allah quluyam, ay nəsib elə, başlayırdı səccədən, ay nəsib elə. İskəndər mülküdür, ay nəsib elə. Nə Cəmşid padşah, nə də cəm qaldı. Ustad naməni bir yox, ki deyərlər.
Əvvəldən axıra tarixlər boyu əsrlər dolandı, zaman da getdi. Şeytan xain çıxdı bağı behişdə, o vaxtdan insandan iman da getdi. Milyon atamanlar, milyon pəhlivan, dinmə ver qoynuna alıbdı cahan. 100 il qələm çalıb söyləsə daha ağıl dərc eləməz, güman da getdi. Milyon işarənin birisən cavad, yaz günən oxsun gələcək həyat. İnsan bitər, solar, axırı nə badət, nə yaxşı qalmadı, yaman da getdi. Mənim əzizlərim, Xorasan şəhərində İbrahim padişah idi. Çox savadlı, çox məhəbbətli, çox sədaqətli. Amma vaxt gəlib çatmışdı. Qocalmışdı, 2 oğlu var idi. Birinin adı Məhəmməd idi, o birinin adı Mehdiqan idi. Mehdiqanı Təbrizdən evləndirmişdi, Məhəmmədi İsfahandan evləndirmişdi. Mehdiqanın bir oğlu, bir qızı, amma Məhəmmədin heç bir evladı yox idi. Bu ömrünü tapşırdı, Allah rəhmət eləsin, ömrü tapşıranda dedi, oğul, nəsiyyəti oldu ki, mən cəmaatı necə idarə eləmişəm, xalqdan necə məhəbbət eləmişəm, siz də elə eləyin. O gözəl şairimizin bir şeiri var, heç vaxt sərvanını qoymaz nər, uzaq yol gedəndə seçilər hünər, uşaq atasından tərbiyələnər, nə görüb götür saadətgər olar. Bəli, cəmaat dedi ki, İbrahim Şah ölübsə, deməli onun evlatlarını seçəkdə, o kişiyə heç kimə pislik eləməyib, uzun müddət bir şey olub. Məhəmmədi Şah seçdilər, Mehdiqanı vəzir seçdilər. Bunlar bir müddət ölkəni idarə elədi, gözəl idarə elədi. Bir gün Məhəmməd dedi ki, oğul, dedi, bəli, dedi, qardaş, axı atam bizi yaylağa çıxardar, gəl çıxaq yaylağa. Bir gedək atamın obasını gəzək, o yerləri, o çadır qurduğumuz yerləri gəzək. Öz şəhər əhlindən, öz baş əhlindən bunlar yığıldılar, getdilər, getdi gördü atasının oğlağında dəyə qurduğu yerdə bir ceyran otlayır. Atı ovçulara dedi, ox atmayın, bunu mən tutacağım diri-diri. Dedilər ki, şah adamsan, atla ceyran tutulmaz, bu tullanıb çıxıb gedəcək. Dedi, yox, bunu vurmaq olmaz, bunu mən diri tutacağım, xoşməli. Nəhayət atı saldı ceyranın dalından, əzizlərim. Ceyran ona qara verə-verə getdi, axırda tullandı, kol üstündən getdi, gözdən itdi. Bir sərhovuz bulağı arası oldu. Dedi, üçün burada bir əlzimi yiyim, biraz da dincəlim, sonra qaydım. Öz adamlarımla qaydım vilayətimə. Burada bunu yuxu tutar, yatar o vaxtda halde ki, nə? Qaranlıq basıb, hər yer qaranlıq. Dedi, Allahım belə gətirmədi. Mənim elə özümü də, atımı da gəlib vəhşilər parçalayacaq. Durdu xeylək, gəzdi gənə yolu, tapmadı, amma gördü uzaqdan bir şıx gəlir. Atı sürdü, dedi, şıx gəlirsə, yəqin burada yaşayış var da. Gəldi, gördü, oba da düşüb, dəyə hər yerdə qurulub. Sürdü birinin qapısına, gördü, pəncərədən baxanda gördü ki, bir arvaddır, bir də qoca kişi. Elə yaxşı söhbət edirlər ki, qocadır ikisi də. Bu xeylək baxandan sonra ani tıqqıllatdı. Kişi çıxdı eşiyə, oğul bu vaxt nərsən bu ovada, kimsən, nərsən? Dedi, baba, Allah qonağıyım, yolu azmışam, məni bu gecə qonaq elə. Dedi, qonağa da qurban olum, Allaha da qurban olum. Gəl oğul, gəl şəhəri. Atı bağla, dedi qapıya. Atı bağladı, getdi içəridə. Bir xeyli oturandan sonra gördü, kişi getdi. Kişi adı Abdüləzim idi, dedi, namaz, dedi, bəli. Dedi, mən bir əmlik keçəcəm, tez qızardarsan. Oğlan acdı, qoy yesin, yazıqdır, uzaq yerdən gəlib. Oğlan gördü ki, çadır qurulub, dəyənin içində, belə gərdə yaşılıb qırmızı, gedi yəqin bu təzə toy eləyib, qoy təbrik eləyib. Kişi qayıtdı, gəldi, əmlik qızarana qədər dedi, oğul, haralsan, dedi, Xorasandanam, yaxşı tayfadanam, yaxşı adamlarım var, belə hörmətim, zadım var, əmi. Kişi gördü, doğrudan da bunun geyimi, kecimi, bəylibası adamdır, danışıq sonu. Dedi ki, əmi, baba, və o çadır, bu dəyədən astın o gərdə kimindir, tayo eləyibsən təzə, dedi, yox oğul, bizə qızımız var, şikəsdir. O gərdəyin dalında özümüz qurmuşuq ki, qoy ruhlansın falan eləsin. Əmlik qızardı, gəldi, sürf açıldı, bismillah deyəndə, dedi, mən yemərəm. Abdülazim kişi dedi, niyə yemirsən oğul? Dedi, biz onu da, bizi də Allah yaradıb.
Gərək o qız gələ bizlə otura burada çörək yə, sürfədə sonra. Və dedi, bunu danışır. Ay kişi şikəst dedi, mən gətirəcəm kövrəkliklərlə. Dedi, gör də, dedi, bir gecənin qonağında durum, qızı gətirin. Bax, gördəyə qaldıranda gördüyünə, sinə səmərqət kağılı. Qaş qara gözlər ala, yanaq alma, dodaq mirvarı, diş mirvarı, dodaq, bal qaymağı. Az qaldı Məhəmməd özündən geçsin. Nəhayət gedər, sabah açıldı, sabahın üçün xeyriqlə açılsın. Dedi, Namət, biraz fətirdən, çörəkdən qoy, qonağı yola salaq. Dedi, yox baba, mən gedən deyiləm. Dedi, niyə? Dedi, qalacam burada. Dedi, niyə? Dedi, qızı gərək mənə verirsən, mən qalacam burada da getmirəm. Aytmı eləmə, dedi, olan şey deyil. Nəhayət söhbət çox uzundur. Kəbini kəsdirdilər. Məhəmməd bir müddət qaldı. Amma bir müddətdən sonra dedi, mənim ağlım özümü idarə eləmir. Xorasan kim bir vilayətin şahısan. Gəlib bir qıza uyufsan, burada qohum, qardaş, əqrəbə, cəmahat orada qalıb, nə danışsan? Sabah tezdən dedi qız, qızın adı Gülxar idi, dedi, Gülxar xanım, bəzən gedəcək. Dedi, yox, Məhəmməd, mən hara gedirəm, atam qoca, anam qoca, onun qulluğunda dururam mən. Heç açı razı olmadı, dedi, yaxşı, onda mən gedərək oldum. Amma sana bir bazı bənd, bir də bir qılınç verirəm. Oğlum olsa, qılıncı belinə bağlayarsan, qızım olsa bazı bəndi qoluna gələr, məni tapar. Və atası var olanda gördü Gülxar xanım, bulut kimi dolub, üç tellə, üç sim ayrıdır. Görək, nətəridir, nətəri Məhəmmədi yola salır. Bir kərəm gözəlləməsindən, kərəm şikəstəsindən. Görək, nədir, biz də şad olun, həmişə kefdə deməkdə olun. Egitlər gidi gözəllər xası, məni bu zülümdə qoyub gedirsən. Silginən ürəyinin qalmasın pası, məni bu zülümə qoyub gedirsən. Aldı duvarına görək, Məhəmməd nə buyurur? Candan eylədi, ay nazanım məni candan eylədi. Gəhdən ağla, gəhdən yada salmır, yada salmır, yada salmır. Ağla gözüm xumarlandı, süzüldü. Yahdan ağla, yada salmır, yada salmır, yada salmır, yada salmır. Ala gözlüm, əlim səndən üzüldü, gəhdən ağla, gəhdən yada sal məni. Ala gözüm xumarlandı, süzüldü. Gəhdən ağla, gəhdən yada sal məni. Dedi, Məhəmməd, məni aləmdə biabır elədin. Nə atamın üzünə çıxa bilərəm, nə anamın üzünə çıxa bilərəm, nə taysı üzünə çıxa bilərəm. Və belə yerdə adamı qoyub gedələr. Dedi, qulağa.
çıxa bilmərəm. Anamın üzünə çıxa bilmərəm. Taytuşlar içinə çıxa bilmərəm. Axı məni bu zülmə qoyuş gedirsən. Bağım təğayül oldu, xorya dalır dördü təğayül oldu. Ağım gedib, başım təğayül oldu. Gahdan ağla, gahdan yada salmayın, yada salmayın. Komşu balayız, yerli alayız, yadan yanayız. Dedim, bağım təğayül oldu. Xorya dəyildi də, əli dəydi, təğayül oldu. Getdi ağlımşım, təğayül oldu. Gahdan az ağla, gahdan da yada sal məni. Gülxaram əzəldən qaradı baxdım, görüm viran qalsın atamın taxtın. Hardan rast gəldin bu gecə baxdın, axı məni bu zülmə qoyub gedirsən. Belə sən mənə can dedi, mən də sənə can. Alış eşq oduna mənim kimi yan. Adım Məhəmmədli, elim Xorasan. Adım Məhəmmədli, elim Xorasan. Gəhdən Allah, gəhdən yada salmən. Yada salmən, yada salmən, yada salmən. Sən mənə can dedin, mən də sənə can. Alış eşq oduna mənim kimi yan. Azadım Məhəmmədli, elim Xorasan. Gahdan ağla, gahdan yada sal məni. Bazı bəndi verdi, dedi, qızım olsa onun qoluna bağlayarsan. Oğlum olsa, qılıncı onun belinə bağlayarsan. Bəli, mənim əzizlərim. Məhəmməd ayrılandan sonra Gülxarın 9 ay, 9 saniyədən sonra bir uşağı oldu. Uşağın birinin adını qoydular Hüseyin, birinin adını qoydular Züleyxa. Amma Hüseyin yekəlirdi, çox cəngəvar uşağı idi. Bir gün onunla dalaşırdım, onunla dalaşırdım, onunla dalaşırdım. Bir gün Hüseyinlər çox idi burada. Çalçay Hüseyin, nə bilim, Çar Hüseyin, Kör Hüseyin, Yetim Hüseyin. Bir gün aşağı oynayırdılar, gəldilər. Bu Hüseyinin yanına güdürlər, Yetim Hüseyin gəlir. Sən böyük aşağı əlimizdən alacaq, bu bir yerdə duran uşaq deyil. O ki gəldi, bu aşağı Çalçay Hüseyinin yanına dedi, aşağı tök yerə. Buna bir şillə vuranda dedi, sən dədəsisən, sənin dədən yoxdur. Qayıtdı, getdi atasına dedi, ay ata, məni Yetim Hüseyin döydü, aşağı əlimdən aldı.
Dedi, yaxşı bala. Onun yolu bizim qapının ağzından gələndə qabağını kəsərəm. Gəldim, onun qabağını kəsib, dedi, yetim oğlu yetim. Nətər oldu, dedi, sən yetim oğlu hanı dədən gəlsin mənlə danışsın. Yetimsən, mənim uşağımı döyürsən. Yetim Hüseyin heç dillənmədi. Kirmişçə gəldi anasının yanına, dedi, ana, dedi, bəli. Dedi, ana, mənim dədəm kimdir? Dedi, o, sənin dədən səyyahdır. 8 aydan, 1 ildən bir gedir Yəmənə, Misirə, İraqa, filana, mal satır gəlir. İnandı da yazıq. Amma gözlədi, gəldi 17 yaşına gördü, dədəsi yoxdur. Bax o, dedi, ana, dedi, bəli, dedi, ana, məni aldatmısan. De gör, mənim dədəm harada, dedi, o, sənin dədən Əs-Sahə Xorasan şəhərindədir. Gedib tapa bilərsən. O ki, qılıncı bağladı belinə. Yola düşəndə gördü, anası ağlayır. Dedi, ana, dedi, bəli, dedi, ağlama, ana. Mən gedib atamı tapacam. İndi görək, yalvarır anasına. Nə deyir bizdə şişə dolundur, aran gözəlləməsindən. Elə başına yeymən dönmey gülünün ana. Ana halal eyleyey. Ben gider oldum, ben gider oldum, ben gider oldum. Elə sürüyenmişem eymen dana dana. Ana halal eyle. Ben gider oldum, ben gider oldum, ben gider oldum. Başına mən dönüm gülüzülü ana, ana halal eyle, mən gedər oldum. Südünü əmmişəm mən qana qana, ana halal eyle, mən gedər Bir oldum. gül üzüm budağımdan dərdilər, dəri və tunhan yerə sərdilər. Aşıq meydanında xəbər verdilər, ana halal elə, mən gedər oldum. Anası gördü, onu aşıq oynayanda, uşaqlar deyib, bunu danmaq olmazdı, düzünü deyibdi. İndi o biri xanəsində buyur ki, mən Hüseynəm də, hər ilmidən halıyam. Hər nə desən, onu qanıb bəlliyəm. Tam ola bana atasız deyirlər. Ana halal elə, mən gedər oldum. Atası var olur əzizlərim. Gəlir Xorasana, atı satır, xulas biraz pulla gəlir, bir damxada çörək qutarı qalır mətər. Bir müddətdən sonra başçı deyir, ana deyir, bəli deyir, ana, qardaşım yaman yadıma çıx, dalınca gedəcəm. Dedi, Aləşər, bizi biyavr eləmə, qız xaylaqsan sən, qardaşın dalınca gedəcəm, nədir, atanın dalınca gedəcəm, nədir? Deyir, yox, gedəcəm. İndi qardaşımın bir dəst paltarını geydim. Qardaşım bir dəst paltarını geyindi, başına papaq sası altına qoydu, yola düşdü, gəldi. Bir xeyl gələndən sonra gəldi, yolu azdı. Bəh, indi axı Xorasanın yolunu tanımır, duman alıb. Dedi, gəl bunlardan soruş gör, Xorasanın yolu hardadır? O biri xanəsini görək, ay balaması, nə buyurur? Adela Xorasana gedəm, ey belə anam, Allah yollar uzaqdır. Ana qardaşımın dalına gedirəm, dalına gedirəm, hər qabanayım. Ey yollar duman, həm də vallah belə boran qardır. Qardaşımı sorarım, yana gedirəm, bana Xorasana gedən yollar uzaqdır. Mən qardaşımın sorağına gedirəm. Yollar zaman həm qardır, sazaqdır. Qardaşımın sorağına gedirəm. Bu kişilər dedi ki, hə, bu nə vələddir. Gəlin yolu azıb, bunun yolu göstərək. Amma bilmədilər ki, qız dedi. Oğlan paltarındaydı. Götürüb o biri xanəsində buyurur ki, mən Züleyxayam. Mən Məhəmmədin qızıyam. Anaların doğan dan ulduzuyam. Bu yolda ölsəm də canımdan razıyam. Ana, ata, qardaşımın sorağına gedirəm. Ana, qardaşımın sorağına gedirəm. Yolu göstərdilər, atı sürdü.
O vaxtı satdı. Bu da atı sürdü. Yaxşı qiymətə verdi. Biraz kisəsinin zadını doldurdu. Körəyini dedi, harda qalım mən qız xaylağı. Kimə gedim deyim məni qonaq elə. Çox da oğlan paltarındayım. Üzümün nuru var axı mənim. Gəldi gördü bir damxadı. Dedi elə girin burada bir gecəliyim. Sabah görüm nətər olam. Gəldi bu addım qoğanda gördü. Burada bir zarın səs gəlir. Fikirləşdi dedi o vaxtı babalar deyirdi. Damxada cin olur, şətin olur, yaqın cin səsidir. Gördü yox heç cin səsinə oxşamır. Bu zarın səsidir. İnsan səsidir. İrəli yeridi. Bax gördü ki Hüseynin sazı divardan asılıdır. İrəli yeridi qardaşı terkim uzanıb. Ay yıxsın can verir qardaşı. O qardaş çörəsiz qalıb. Bax. Sən bəkər evinin onun urvası. Ələyi havağı çalırsan manat. Xaşpərəst xaçsan bütpərəst bütün Müsəlman Məkkəsi tacısan manat. Ey qızım. Manat qutarıb qardaşı tağatdan düşüb. Aldı dizini. Gördü qardaşı, gözünü açdı, qardaş gördü bu bağışlı Züleyxadır. Ağız, nə yaxşı gəlibsən, nətər gəlibsən. Amandır, mən ölürəm, mənim dadıma yetiş, dedi, abala, niyə ölürsən? Dedi, qulaq as, bir əzaflıdır beytisindən görək. Qardaşı nətərdir, başına biz də şirsad oluruz. Qardaş, oyan qardaş. Bacın qalıb sana taşda, oyan qardaş, oyan qardaş. Abələ həmin ayan, həmin günüm, həmin günüm, həmin. Harda qaldın ey hay haray, elən haray, elən haray. Ədə yoxsa yatıf sənin vaxtın, ədə yoxsa yatıf sənin, oyan qardaş oyan qardaş, oyan qardaş, oyan qardaş, oyan qardaş. Qardaşı gözünü açdı, gördü başlıdır. Biraz su səftimin üzünə az nətər gəldin, çıxdın abala. Qürbət eldə can verirəm, ağla məni, ağla bacı. Bək küləhmişsin, vay dərrəm, ağla məni, ağla bacı. Çax dolanıb, vaxt çatıbdır. Atamız bizi atıbdır. Ey, dövranımız başa çatıbdır. Ağla məni, ağla bacı. Qoşuldular bir-birinə, ağlaşdılar. Biraz çörəsad yedirdi, qədər acından Hüseynin tağatı kəsilmişdi. Qucaqlaşdılar, yatdılar, sabah açıldı, sabah üzümüzün xeyrindən açılsın. Dedi, Hüseyin dedi, bəl, dedi, mən buraya yaraşıqa salım, sən çıx, gəz bəlkə bu şəhərdə atamla, anamla, ondan sonra qardaş bacınla bir xəbərin ola, Allah ümid etsin. Dedi, yaxşı bacı, Hüseyin gəldi, gördü, 10-15 dənə halva tükanı var, amma birinin qavağı doludur. Dedi, bu nətər şeydir, bir belə halvaçı tükanının qavağında heç kim yoxdur. Geldi dedi kardeş bu nətər şeydir bu halvaçı dükkanının qabağı doludur. O birilərində heç kim yox. Dedi bu qəndəhət deyirlər adına. Qəndlə pişirir halvayı. Ona görə hamının qabağına yığılır. Dedi çox gözəl. Biraz durum elə mən də halva alım. Gözlədi sürəti gəldi o vaxtı növbə çatdı ki gün batabatda gördü qəndəhət gördü ki bir cavan oğlandı. Ay əmi bana da ay baba bana da zat ver halva ver. Dedi bala sən bu adamın oxşamırsan ha. Haralısan ay oğul. Dedi ki qəribəm vallahi. Dedi gəl şəhəri. Gördü bir saz asılır. Dedi sazı sən çalırsan.
Baba dedi, yox oğul, sazı mən çalmıram. Sazı açıq o qədər həvəskaram ki, saz oradan açmışam. Bəli. Dedi, oğul bir cağız deyə bilsənmi? Sen yazıq nə dəyəcəkdi? Dedi, gəl bir incə gülünlə yalvar. Dedim, qoca baba, mən sahibsiz bir uşağım da. Tərzim eləməm. Koca baba neymen dohlan başına bana. Babadan gelime akşam pazarı, akşam pazarı, akşam pazarı. Bir baksana gözden ahan yaşıma bana. Baba ben gelmem akşam pazarı, akşam pazarı, akşam pazarı. Başına mən dönmeyi ay zaban olan. Başına mən dönüm ay zaban olan. Oğul nadisinde ribin güzel, vallahi güzel, oğul güzel. Her ne desen eymekle zinniyetime bala. Her ne desen eymekle zinniyetime. Oğlum ne desen de ribin güzel, vallahi güzel, vallahi güzel. Ağzı yetim sen göre. Hürmet elde yetenek yoktu dadıma bala. Bir baksana feryadıma dadıma, giden varalım kaderlere. Yetim söyleydi iller adıma bana. Baba ben gelmem akşam pazarı, akşam pazarı, akşam pazarı. Aldı divara Kandahar. Derin derin oy deryayı lara dalayıram. Derin derin oy deryayı lara dalayıram. Şirin canlı yaşko uzuna sallara, vallah sallara, vallah sallara. Her ne desen eyletya dünya varayıram. Oğul ne desen de ribin güzel, vallah güzel, Allah güzel, vallah güzel. Hürmet elde yeten yoktu dadıma, bir baksana feryadıma oduma. Yetim Hüseyin değil benim adıma, babam ben garibim akşam pazarı. Gəndəhədəm, devlətim var, varım var. Namusum var, qeyriyyətim var, arım var. Oğul desən gözüm üstə yerin var. Oğul nədir sən qəribin güzarı? Dedi, yaxşı gəl halva bir kim dedi, yox. Mənim bir qardaşım da var. İkimiz də qalıb. Dedi, göz onu da eti, gəl gedək evin yerini öyrən. Nəysə buna qonaq olub əzizlərim. Bilirsiniz, dastan çox uzundur, vaxtımız da çox azdır. Onu nəzərə almaq lazımdır. Bu bir saatlıq, 2 saatlıq dastan deyil. Amma kəsə-kəs edir ki, sizin ağrınızı alım. Odur ki, bunun hər ikisini oğulluğa götürür Qəndəhət. Bunlar buna oğul olur.
Ama çox şəhərə bön düşür ki, həmişə Qəndəhətdən 10 adam al verilir. Milyon adam 2 dənə oğlan gəlir bunun dükanına. Dəhşət gözəldilər. Mehdi xanın qızı Nətaman xanım dedi, onu görmək lazımdır. Bir gün şəhərdə qayda belədir ki, varlıların adamları, qızları, gəlinləri şəhərə çıxanda gərək kişi görməyəydi, küçələr bağlanaydı. Bunlar Qəndəhat hara getmişsə, dükanı suyunla Həsən açıq qoymuşdu. Gördü, heç kim gəlmədi bu yönü alver eləməyə. Amma aşağıdan bir dəstə qadın gəlir. Nətaman xanım gəldi, gördü, dedi, bax, gərək məmkin Allah düzəldi. Elə bunu görmək istəyirdim, bu oğlanı çox tərifləyirdilər. Gəldi, gördü, dükanını açıbsınız, sizin boynunuz vurulacaq. Gözə görəndə, gördü, burada canından keçiləsi deyil. Ürəyində dedi, sən öldün, yetimsin. Ölsəm yerinəm, qalsam sənin əməyi bəşsalam. Halvanı yedilər, dedi, hər bir gün bir manat kilo halva göndər. Bu minvalla, bu o qərdə. Buna aşıq oldu ki, axırda hiylə işlətdi, dedi, ana dedi, bəli. Dedi, ana, yaman xəstələnmişəm, bircə bir vəqiqa görmüşəm. Dedi, nə görübsən qızım? Dedi, gördüm Qəndəhadın dükanın yanından axan çayın üstündə bana bir bina tikibsən, oy qalmağa ev. Qoyurlar, dur orada əl-üzü quyu o çayda, vəqanı da orada danış, yaxşılanacaq. Dedi, buna nə var qızım? Sabah atana deyirəm, Məhəmməd Şah əlində olan əhvalat. Bir gündə ev hazır oldu. Evdən Hüseynin çalva satdığı yerə lağım vurdurdular. Və hər yerə padişaha şikayətə getdi. Məhəmməd padişah dedi, indi görüm, mən də şübhələnmişəm bu ev burada tikiləndən. Bu şəhərdə bir balaca qarışıqlı əməl alıb. Gedib bunu yoxlayacağım. İkisi də, hər ikisi halvasının dükanına gəldi. Qardaşı, o qızın da adını Həsən qoymuşdu. Bilirsiniz, başçının adını, yəni seçilməsin, ikisi də bunun oğlandı. Padişah gəldi, Məhəmməd Şah gəldi, Təbriz libasından gün batdı, gördü. Bu sülükdən bunun halva almağa taqat yoxdur. Gün batana yaxın dedi, yetim söyün dedi, ay əmi dedi, dən sən qəribsən mənim kimi. Dedi, hə, Təbrizəm, qəribəm oğul. Qalmağa yerin var, dedi, yoxdur valla. Dedi, verəcəm, mənim qonağımsan. Bu gibi gece bunu apardı olduğu yere gördü. Bir xeylaxdan sonra qapı açıldı. Lağım attırmışdı kız Nətaman xanımının binasının altına. Yetim söyünü. Gördü, hə, bir oğlan kız uşağı çıxdı. Dedi, Hüseyin səni xanım çağırır. Dedi, getdiyinə böyle qonağım var, gələ bilmərəm. Qayıtdı, gəldi, dedi, deyir qonağını da götürsün, gəlsin. Bu qonağını da dedi, gedək qonaq kimizdə. Məhəmməd Şah şəhəri girdi bununla beraber gördü. Bu öz qardaşı qızı Tovuz libasında. Bəh. Bir cəhcal aldı ki, gəl görəsən. Üstünü vurmadı. Kirmişcə çörək yedi, yatdı. Sabah açıldı, sabahımıza xeyrətlə açıldı, çıxdı dar ağacına. Gəldi, dedi, ey cəmaat, dedi. Bu iki qardaş, dedi, bütün şəhəri, dedi, alveçləri 15-20 dükanı bağlatdırıb. Qəndəhadın dükanında işləyir. Bunların boynu vurulmalıdır. Bəh, nəsin yazıq körpə, nətər eləsin. Dedi ki, gətdilər hər ikisini qolu bağlı dar ağacına. Əmr elədilər ki, dedi, nə sözün var şeyin, dedi, mənim sazımı gətirin. Mənim bir balaca burada bir sözüm var. Bir ruhani havasından görək, yazıq nətər yalvarır. Biz də siz şad olun, həmişə kefdə damakda olun. Belə yaxşam gələndə bir şey, ayan evin yıxılsın, elə gətirib çıxartdın ey hara Hüseyni. Elə göz yaşlarım ey sel oldu süzüldü, vurdu yüreğine, yara Hüseynin, Leylam, 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 ay Leylam.
Akşam gelen devri evin yıkılsın, getirip çıkarttın hara Hüseyin'i. Göz yaşlarım sel sel oldu, süzüldü, vurdum rayına yara Hüseyin'i. Adala gurbet özlemiş, ay bala yeten yoktu haraya. İnan bir günümüz ay kardeş döndüm minaya. Şahlar şahı özün getir haraya. Koymayla çekile dara Hüseyin. Anam yazık gece gündüz ağlayar. Bazım yazık başına qara bağlayar. Atam, anam yasımı saxlayar. Çatdırdın bu bara hara Hüseyin. Qürbət elde yeten yoktu haraya. Bir günümüz dönüp inan minaya. Şahlar şahı özün yeter haraya koyman çekilə dara Hüseyin'i. Aksakallar ödəri yedik. Şahın huzuruna dedi seni deden elə kişi olmuyor. Bu nədir dedə? Bu beygiriyyətlik eləyib? Yox. Tükanını dağıdıb? Yox. Malın mülkün talayıb? Yox. Devletini satıb? Yox. Ben bunun boynunu, bu iki yetim boynunu niye vurdursan? Torpağıyla arala koy geçsin, dolansın yazıklar, gül kimi uşaqlar. Ama Məhəmməd Şahından bunlara kuşu konmuştu. Yetxana dedi, tapşırmışam uşaqları aparıb bizim sərhəddən çıxardıb öldürəcəklər. Qanlı köylərini sağ göndərir. Qoca cəllada tapşırdı cəllat. Aman uşaqları öldürmürsən. Vurdun kuşun nə bilim birini qanlı göynəyini gətirib meyitxana verirsən. Bunları cəllat kişində saldı qabağına. Torpaqdan çıxardanda dedi toyunun paltarını. Ha bunlar paltarı soyunanda gördü, biri qızdı. Qolu bazbənddi. Birində belində qılınc Məhəmməd Şahın mührü. Aha dedi sizi dar ağacından cəmaat qoymadı asılmağa da ölübsünüz deyək. Şah 2 il ay bundan qabaq əmir verib ki, xəzinəmdən bu şeylər itibdir. Kim tapsa onu dünya malına qənaət eləyəcəm. Hüseynlə Züleyxa bir-birinə çarmaşdı, gülüşdülər. Dedi, ay dedi cəllat, sən saydığını say, gör o fələyinə say, bizi şahın yanına apar. Xəbər çatdı ki, ay şah sağ olsun dedi. Hüseyin, qız, budur, belə oğlan, qardaşı, budur gəlir, cəllat gətirir. Dedi, bu nə olan işdir? Gətdi qılıncı da. Bazbəndi də qoydu şahın qabağına. Şah gördü ki, bu Gülxara verdiyi amanatlardır. Özündən getdi, su töysülər, şahı oyatdılar. Bəh, 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 bəh. İndi, mənim uşaqlarım nə oldu, yıxıldı, Meyitxan da yıxıldı. O biri bütün cəmaat töküldü bunun uşaqların ayağına. Öpüş, görüş, indi işə bax da, işə bax da. Gülxarı uzaqdan gətirdi Lüt şəhərindən. Meyitxanı qızını verdi yetim Hüseynə, Natabanı. Züleyxi verdi Meyitxanın oğluna. Bax, 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 şəhər büründü toy libasına. Aşıqlar hardadır, qardaş? Haş aşıqları gəzirsiniz. Bu duvaq qabbasını Göyşəli Aşıq Fətullah, Daşqaşənli Aşıq Salih. Gəlsin, görək duvaq qabbasını nətər eləyir. Oturuyan el babayım, oturuyan babayım, hasretine el kurban olayım. Hayat veren nefesini, hayat veren nefesini, hasretine kurban olayım, hasretine
kimin ahışının, ulduz kimin ahışının, kimse kimi takışının, baksınla bakışının, şefkatine kurban olur, şefkatine kurban olur. Kimi çakışının, ulduz kimi akışının, baksınla bakışının, vahdatına kurban olun, vahdatına kurban olun, vahdatına kurban olun. O bəxtimin əzəlinin, seyfətin əzəlinin, Azərbaycan gözəlinin, Azərbaycan gözəlinin, İsmətinə qurban olun, İsmətinə qurban olun. Qüdrəti səni biləyim, şöhrəti səni biləyim, qüdrəti səni biləyim, şöhrəti səni biləyim, ürəyimlə ürəyimin, ürəyimlə ürəyimin, rəhbətinə qurban olun, rəhbətinə qurban olun, rəhbətinə qurban olun, rəhbətinə qurban olun. Sağ olun əzizlərim. Odur ki, 3 toy qarışdı bir-birinə. Xorasan şəhəri büründü toy libasına. 40 gün, 40 gecə toy elədir. Şad olun, var olun. Həmişə siz bu gözəl bizim bu dastançı Məhərrəm müəllimin, Məhərrəm müəllim Qasımının məclisinə bax belə dastanlara qulaq asın. Qabağınızda bir stəkanda gözəl pürək çay qoyun. Allah bunun canını sağ eləsin, bunu bizim üstümüzdən əksik eləməsin. Bunu neçə ki biz salamatıq, bu bizdən çox irəli yaşasın. Bu aşıq sənətini bircə bu cəmaata bildirir. Bu var. Var ol Günan. Bugün Fəthullah Göyçəli 2 rekorda imza attı. Onun biri 85 yaşında geldi, dastanı danıştı ve ikinci rekordu da burada televizya səviyyəsində gerçəkləşdirdi və həm də dastançı səviyyəsində bir nəfəsə danışdı dastanı. Allah'a and olsun, mən məəttəl qaldım ki, başlanğıçdan buraya bu veriliş boyu bir saniyədə olsun siz bir nəfəs dərmək, bir yanı suya, çaya, bir belə deyək ki, yayınma hadisəsi olmadı. Bu da bir rekorddur ki, bir nəfəsə dastanı başlayasan, Salih məsələn, o da ustad aşığımızdır, amma yaşın elə çağdı o gedə bilər o yolu. Amma 85 yaşında bir ustad aşığın dastanı bu cür mükəmməl şəkildə təqdim eləsin. Özdə ruhanını oxuyanda elə gedişlər getdiniz, elə özünə məxsus melodik çalarları bu yaşın bu çağında boğazınızdan qanatlandırdınız, mən heyrət elədim. Həqiqətən, var olun. Salih qardaşımız da var olsun ki, bu böyük ustadının yanında duruş gətirmək hər oğlun işi də deyildi və gözəl səsinlə, gözəl ifasıyla ustada da ürək dirək verdi. Mən Fəthullah Göyçəlini 85 yaşında həqiqətən bəlkə də elə 50 yaşın bir ruhunda gördüm, ovqatında gördüm. O qədər gözündə, könlündə belə çağlayıb gedən bir ustadlıq var, sənətə bağlılıq var ki, qoy onun sənət ruhu, sənət eşqi heç zaman sönməsin. Əsas eşqidir, ay ustad. Sənin saz sevgin, sənin dastan sevgin, aşıqlıq sevgin bitib tükənməzdir. Mən ona görə düşünürəm ki, günün birində mütləq qismət olacaq Göyçədə, Göyçə gölünün yanında bu dastanlar danışılacaq, sizin çağlayıb gedən səsinizlə, çalğınızla hər şey gerçəkləşəcək. Ürəkdən təşəkkür edirəm hər üçünüzə. Balabançımız da çox ləyaqətlə dastanı sizlə birlikdə icra elədi. İstər Aşıq Salihin, istər balabançımız, ustad balabançımız Ələkbərin ifası da çox ürəyə yatan oldu. Fəthullah kişiyə isə söz yoxdur. Həqiqətən, o bugün Azərbaycan aşıqlığında çox yüksək səviyyədə dastançılığı ortaya qoyan bir aşıqdır. Onu deyim ki, bu dastan
əslində bir neçə günlük bir dastandır. Mən bilirəm bunu. Amma onu bu qısa bir müddətə gətirib yığcamlaşdırmaq və süjet axıra çatdırmaq Fəthullah kişinin hünəri idi. Var olun, xüsusi təşəkkür edirəm. Bax, mən başlanğıçda dedim, burada çox dərin mətləblər var. Xorasan məsələsi, Türkmanların, Oğuz Türkmanların oradakı belə deyək ki, ilkin irəliləyişləri və ondan sonra Azərbaycanda, Anadoluda bizim ocaqlarımız, təsəvvüf, sufi ocaqlarımız ortaya gəlir. Amma bu dastanın bəzi məqamları Dədə Qorqudla birbaşa səsləşdi. Tutalım ki, o övladın atasını gəlib tapmasının bazıbənd məsələsi, Dədə Qorquddakı bir çox məsələlər burada var. O sıradan da bir çox dastanlarda gördüyümüz məsələlər yenə də burada var. Ata-oğul münasibətləri, bacı-qardaş münasibətləri, onların unikallığı, yəni bu bizim tarixi mədəniyyətimizin əsas ana damarlarıdır. Onlar da bu dastanlardan daşınıb gəlir və gələcəyə ötürülür. Bu irsi siz yaşadıbsınız. O mənada mən düşünürəm ki, Fəthullah kişi bir dastançı aşıq olaraq dastançı xəzinəsidir, dastan xəzinəsidir, ustaddır. Elə ustaddır ki, o Azərbaycan milli mənəvi varlığını özünün səsində, nəfəsində, ruhunda daşıyır. Eşq olsun böyük ustadımıza. Təşəkkür edirəm. Üçünüzə də eşq olsun. Var olun ki, belə bir gözəl dastanı ortaya gətirdiniz. Var olasınız. Hörmətli tamaşaçılar, bugün böyük bir ustadın ifasında dastan təqdim olundu. Şübhəsiz ki, dastanı təqdim edən hər üç ifaçının üçü də ustaddır. Amma Fəthullah kişi ustadlar ustadıdır. O çox nəhəng bir sənətkardır və düşünürəm ki, gələcək üçün bu təqdimat çox bir əhəmiyyət kəsb eləyir ki, Azərbaycan aşığı bu yaşının bu çağında sinni vəziyyətində belə öz ruhunu təqdim elədi. Özünün ruhundakı o meydangirliyi təqdim elədi və sənət yanğısını təqdim elədi. Bundan gözəl bir şey yoxdur və inşallah ustadımız mən başda dediyim kimi yaşın yüzündə də bu meydana gəlib bir dastan qanadını bizə təqdim eləsin. Yenidən xoş günlərdə görüşmək arzusundan. Sağ olun, sağlıqla qalın.